Orucluğun tibbi faydaları. Qədim və müasir tibb elmi ac qalmanı müalicənin ən yaxşı vasitələrindən biri hesab edir. Mütəxəssislər xəstəlik törədən əsas amilləri müxtəlif yeməklərin bolluğu ilə əlaqələndirir. Belə ki, izafi maddələr orqanizmdə həll olunmayıb, bədənin müxtəlif nöqtələrində pi qatına çevrilərək köklük və qanda əlavə şəkər əmələ gətirir. Bu da müxtəlif xəstəliklərin əmələ gəlməsi ilə nəticələnir. Oruç tutan insanın orqanizmdə karbohidratların, proteinlərin və yağların oksidləşməsi, yəni yanması sürətlənir. Sübut olunub ki, orqanizmdə əmələ gələn zəhərli maddələri zərərsizləşdirən qaraciyər və maddələr mübadiləsi prosesində lazımsız maddələri süzüb orqanizmdən çıxaran böbrəklər orucluq ayında bir qədər istirahət edir. Sonra isə bu orqanların fəaliyyəti yaxşılaşır. Oruç tutan insanlarda gündüzlər qanın həcmi bir qədər azaldığından yüksəliş qan təzyiqi də nisbətən azalır. Bununla da ürək və əsəb sistemi sakitləşir. Məlumdur ki, insan orqanizmində şəkər, yağ və zülal maddələri ilə təmin edilmək üçün ehtiyat mənbələri mövcuddur. Onların işə düşməsi nəticəsində bədəndəki orqanların yenidən qurma prosesi gedir. İnsanın həzm sistemi dincəlir və özünü yeniləşdirir. Oruc, dalaq, ürək, qan damar sisteminin yeniləşməsinə, ifrazat sisteminə də müsbət təsir göstərir. İfrazatla bağlı əsas orqan olan böbrəklər çox qida qəbul edərkən yüklənir və yorulur. Oruç tutmaq nəticəsində böbrəklər dincəlir və norma fəaliyyətini bərpa edir. Məşhur rus alimi Aleksey Soforin Müalicənin yeni üsulu oruc kitabında yazır. Orucla müalicə elə ecazkardır ki, onun vasitəsilə praktiki və cərrahi müalicənin proqram və metodları köklü surətdə dəyişiləcəkdir. Çünki oruc tibb elminin qarşısında yeni yollar açır.